Değerli şagirdlər, abituriyentlər, izləyicilər. Bugünkü dərsimizdə Ernest Hemingway'in Qoca və Dəniz povestindən orta məktəb dərsliğində ixtisarla verilmiş hissəni öyrənəcəyik. Qoca və Dəniz əsərinin əsas qəhrəmanı Santiago adlı qoca bir dənizçidir. Burada bir epizodik mi deyim, yoxsa hadisələrin açılmasında rolu olan bir Manolin adlı uşaq da var ki, biz onun adını çox da əsərdə görməsək, elə oğlan kimi görürük. Adı Manolindir. Elə əsərin əsas iki obrazı var. Bir də deyək ki, dəniz özü bir əsərdə obraz kimi çıxış edir. Tüm təriflərlə verilmiş hissələri xüsusi oxumaq istəyirəm. Biri o iki avarlı balaca qayıqda Gulf Stream'də tək başına balıq tuturdu. Düz 84 gün idi ki, dənizə gedir, hər dəfə də əli boş qayıdırdı. İş 40 gün ərzində balaca oğlanla qoca ilə bərabər getmişdi. Bu Manolindir. Sonra oğlanın valideynləri onu başa saldılar ki, qoca balıqçı uğursuz adamdır. O da ata-anasının təkidi ilə qocadan ayrılıb başqa qayığa getdi. Özü də birinci həftə ərzində 3 iri balıq gətirdi. Qoca balıqçının halı oğlanı yaman kədərləndirirdi. Hər gün əli boş qaydanda uşağın ona yazığı gəlirdi. O hər axşam sahilə gedib qocaya qayıqdan şeylərini, kəndirləri, yelkən dolanmış dor ağacını ya da nizəni daşımağa kömək edirdi. Dənizdən ağır nataraz balıqları dartıb çıxardanda əlləri kəndir kəsib yarıq-yarıq eləmişdi. Bu yarıqların heç biri təzə deyildi. Deməli, bu qoca balıqçının əllərində o sənətinin, peşəsinin dərin izləri var idi. Çünki o kəndiri çəkəndə balığı, iri balıqları ovlayanda, onları təslim eləmək üçün qayığa yaxınlaşdıranda o balıq, o kəndirlər onun əllərini kəsmişdi, deyir. Hamısı deyir, o kəsin yerləri idi. Yəni onun döyüşünün əllərində izləri var idi, balıqlardan döyüşün. Özü qoca olsa da dəniz kimi mavi gözlərində gənclik ehtirası vardı. O gözlər qocanın nə qədər məğlub edilməz olduğunu göstərirdi. Həqiqətən bu qoca dözümlü adamdır. Biz sonra onun bu 85-ci günə ovladığı balıqdan, özü də bəlkə də ömründə heç o boyda balıq ovlamamışdı. O balıqdan döyüşünü, nəinki o balıqdan döyüşünü, daha doğrusu köpək balıqlarından döyüşünü də görəndə biz bu qocanın nə qədər iradəli, güclü, ehtiraslı, həyat dolu olduğunu görəcəyik ki, elə əsərdə bizim qocaya böyük bir hörmət hissi, yəni yanaşmağımızın səbəbi də o olur ki, bu qocada böyük bir ruh yüksəkliyi var, həyat eşqi var və o elə ruh yüksəkliyi, həyat eşqi də onu məhz 85-ci günü ovladığı iri balıqdan dolayı həyatının sonlanmamasına gətirib çıxarır. Məsələn, çox çətin idi, o qədər bir balaca qayıqda köpək balıqlarını görmək və onları ümumiyyətlə nəinki özünü qorumaq məsələsi, hətta balığını qorumaq cəhdi və balığını da qoruyanda neçəsini sıradan çıxardır, neçəsi ilə yəni sona qədər döyüşür və bu böyük bir əzmkarlıq idi. Kiçik bir insanın, adi bir insanın böyük əzmkarlığı bizdə böyük hörmət hissi oyadır. Bu kişiyə qarşı həm də belə bir kiçik bir adamdan böyük bir əsəri yaratmaq da yaradıcının böyük uğurudur. Demək, Santiago oğlan qocaya hörmətlə müraciət etdi. Bundan sonra mən dənizə yenə də səninlə gedəcəyəm. Biraz pul qazanmışam. Oğlan deyir ki, bu qocanı çox sevirdi. Balıq tutmağın bütün sirlərini də ondan öyrənmişdi. Hərçənd ki, biraz utanırdı. Atası onu bu qocadan ayırdığı üçün. Bu məsələni də elə burada söhbətdə, dialoqda həll eləyirlər. Santiago deyir ki, mən səni başa düşürəm və valideynlərin düz eləyib. Hərçənd ki, deyir, sən mənim oğlum olsaydın, mən səni yenə dənizə aparardım. Yəni, bu qədər əli boş qayıtmağımıza baxmayaraq, yenə səni aparardım. Qoca bu Manolin pivə içməyə qonaq edir. Pivə içəndən sonra da deyir ki, qoy sənə gedim, sərdina balıqları gətirim ki, sabah ovda istifadə eləyəsən. Sanki elə bir içində bir inam hissi olur ki, o tilova keçiriləcək balıqları, ov tikələrini gətirib özü versə, qoca axır ki, bu uğursuzluq sindromundan qurtular. Yəqin ki, içində belə bir niyyət olur. Hətta bu uşaq, onu da deyim ki, bu balıqçılar çox iradəli olur. Qocaya deyir ki, yada gəlirmi ki, biz bir dəfə 87 gündə balıq tutanmamışdıq, amma sonra dalmadan 3 gün deyir, yaxşı iri balıq ovladıq. Bəli, bu söhbətlərdən sonra qoca əvvəl razı olmaq istəmir, amma 2 dənə sardina balığı gətirib
verməyi boynuna qoyur qocanın. Qeybət səndən sonra gedir o balıqları da gətirir verir. Bu əsərdə bir də bu əsərin başlanğıcında söhbət Havanada gedir. Kubanın paytaxtı, indiki Kubanın paytaxtında. Burada insanlar okeandan balıq ovlayırlar və bu balıqları zavodlara verirlər, həm də satırlar. Demək ki, bunların yəni məşğuliyyətləri verilir. Ki, yəni cəmaət hamısı balıqdan, hətta burada yaxınlıqdakı balıq zavodundan üfunət yeyinin gəlməsinə belə toxunulur bu məsələ. Və bir məsələni də deyim ki, bunlar çox xatirələri xatırlayırlar. Uşaq 5 yaşında ilk dəfə deyir, qayığa minib balıq ovlamaq sənətinə, peşəsinə yiyələnmək üçün qayığa minib gedəndə az qalmışdı deyir ki, həmin birinci gündə bu uşaq batsın, boğulsun. Çünki bir iri balıq tuturlar, o balıq da uşağı az qala vurur, vurub qayıqdan salmaq istəyir. Hər şeyi bunlar xatırlayırlar və bizim bu qoca axır ki, gedir, sardiniya balığını da bu uşaqdan alır, gedir növbəti günü ova. Bu ova getməmişdən qabaq hələ bir köhnə indiki yanında işlədiyi balıqçını da biraz araya qoyurlar. Malolin deyir ki, mən onu gələn deyir, sabah hara gedəcəm, deyir, lap okeanın dərinliklərinə gedəcəm, da yəni çox uzağa özəcəm, görüm nə edirəm. Deyir, mən də qoyuz, deyək ki, yanında olduğum balıqçını tolladım, o da getsin, deyir, yox, o getməz. Onun deyir, gözləri, sonra məlum o ki, onun gözləri yaxşı görmür. Sonra bu qocanın gözləri yaxşı görür. Bu, deməli, gözün görməsinə mane olan tısbağa ovu olurmuş. Bu çanaqlı bağa deyirlər ona. Çanaqlı bağa ovu olurmuş. Deyir, axı heç vaxt çanaqlı bağa ovuna getməyib sənin indiki müdirin deyək də, qadın, böyük, yanında işlədiyin adam deyir ki, valla nəm getməsə də onun gözləri görmür. Bunda bir Manolin deyir ki, və sən niyə gözün yaxşı görür? Deyir ki, mən biraz qəribə qocayam. Həqiqətən o qəribə qocayır. O qəribə qocaya hamı da hörmət edir. Hətta onun neçə gündür balıq ovlaya bilməməsini görəndə də ona adsısalar da hamı deyir ona hörmət edir. Bir sözdən gecəni keçirilir, 85-ci günü qoca okeana, Santiago okeana çıxır. Santiago haqqında bəzi məsələlərə toxunur. Santiago çox pozitiv bir insan idi. Deyir, hətta dənizi deyir, çox sevirdi. Deyir. Dənizdəki uçan balıqları çox sevirdi. Hətta deyək ki, burada dəniz əjdahası deyir, suiti var idi. Suitini də çox sevirdi. Hər şeyi bu adam çox sevirdi. Dənizin özünü sevirdi. Onu bir ilahə. Deyir, İspanlar lamar deyirdi, ilahə. O da ilahə adlandırır. Hətta deyir, ondan ov götürə bilməyəndə, ov ovlaya bilməyəndə yenə deyir, dənizi deyir, lənətləməzdi deyir. Cavanlar kimi deyildi. Yəni, pozitiv ruhlu bir adam idi. Və burada əsərin ikinci hissəsində, dərslikdəki ikinci hissə deyək, yəni 85-ci gün ova getdiyi hissə, orada balığı necə ovlamaq məsələlərindən danışılır. Mən burada bəzi məsələləri qabartmışam. Demək, qabartmışam deyim, diqqətinizə çatdırmaq istəyirəm. Balığı, demək, tulladıqları qarmaq 690 metrəyə qədər uzana bilirmiş. Deməli, balığı ram eləmək üçün ona əvvəlcə imkan verirlərmiş ki, o nə qədər dərinliyə üzür üstün, nə qədər axır ki, üzüləndə, yəni balıq yorulanda balığı təslim edirlərmiş. Onun üçün yəni 690 metrelik bir qarmaq, bir ip kəndir uzada bilirlərmiş. Bu məsələnin sistem diqqətinizə çatdırım. Santiago bunun balıq tutmaq məsələsi də biraz qəribədir. Elə bil o balıqdan danışır, ovladığı balıqdan onu tovladır. Və nəhayət ki, bu 85-ci gün onun qarmağına bir iri balıq düşür. Bir qədərdən sonra hiss edir ki, bu balıq düşəndən sonra qarmağa bu balıq çox böyük. Həddən ziyadə böyükdür. Nə qədər eləyir, balığı ram eləyə bilmir. Onda belə bir hissiyat formalaşır ki, bəli, balıq çox yekə, çox böyük. Nəticədə heyl olur, balıq bunu götürür, aparır, nə qədər istəyir, balığı ram eləyə bilmir. Balıq onu ta qayığını da götürür, gedir. Çox əsərdə bu hissəni vermirlər. Çox ən müsibətlə axır ki, o balığı ram edir. Çünki çox usta bir balıqçı idi. Görünür, balığın yorulmasını gözləyir, o qarmağın biraz da dərinə işləməsini gözləyir, ürəyinə deyir, çatmasını gözləyirdi. Axır ki, balığı təslim edir. Balığı təslim etmək üçün gərək onu qayığa yaxınlaşdıraydın, sonra da
nizənlə vurub öldürəydin. Yoxsa yəni ağzında qarmaq olan, qarmaq udmuş balıq həmişə canlıdır və həmişə güclü. Bəli, biz bir də onu görürük ki, Santiago balığı ram eləyib. Balığı ram eləyib, onu öldürüb, bunun deməli nizədən vurub öldürüb və onu qayığa sarıyıb. Əslində balıq o qədər yekədir ki, elə bildir onu qayığa saramayıb, qayığı balığa sarıyıb. Və Santiago özü də çox əli zadı hamısı qanın içindədir. Yəni onu gətirəndə, o kəndirdən, onu gücdən ram eləyəndə özünü də yaralayıb. Əli zadı yenə yerində yaralıdır. Amma deyir, çox da narahat deyil, fikirləşir ki, bu körfəzin suyu çox duzludur, bakteriyaları öldürür və yaranı tez sağaldır. Elə ona görə də tez-tez əlini qayığa, deməli, qayığa deyirəm, əlini suya vurur. Demək, arada bir hətta bu kişi birinci son deyim ki, gecəni yorulur. Gecə artıq bir gün keçib. Bu yuxusuzluqdan, yorğunluqdan belə deyək ki, qocanın həm də iradəsi zəifləməsə də gücü tükənir, şuuru yaxşı işləmir. Çünki yorğunluq, yuxusuzluq insanı ciddi şəkildə yıpradır, usandırır. Və bizim bu qoca da bu vəziyyətdədir. Qoca da bu vəziyyətdədir. Demək, balığı ona qayğı sürür, amma bilə bilmir ki, bu qayğı sürür, yoxsa balıq mı qayğı sürür? Çünki deyir, balıq çox yekə, kim kim aparır deyir, bəlli deyil. Və belə düşüncələrdən, hisslərdən ki, qayğı idarə edir, istəyir ki, sahilə doğru getsin, bunu çox uzaqlara aparıbdır qayıq, balıq qayğı çox uzaqlara aparıb. Birdən heç ağlına gəlməyən bir hadisə baş verir. Bir köpək balığı qan ilə balığın arxası ilə düşüb gəlmiş o və başlayır bir ağız atır quyruğundan götürür, iki ağız atır quyruğundan götürür. Santiago belə şeyləri balığa bağışlayanmazdır. Nəhayət ki, fürsət tapır bu köpək balığının burnunun ortasından, gözünün ortasından nizəsindən sancır. Hərçənd ki, belə deyək, balıq özü biz filmlərdə görmüşsünüz. Yəni qayıqdan insanın özünü də götürə bilər. Amma belə şeylər Santiago'nun ağlına batmır. Çox iradəli adamdır. Özünə deyir ki, heç kəs mənim balığımı ovlaya bilməz. Heç kəs mənim ovumu mənim əlimdən ala bilməz. Belə bir hissdən. Bax, deyir, balıq yerindən tərpənmədi, qoca balığı üç yerindən, bunu bu hissə deyil, bir dəqiqə, vurduğu yerini. Deyir, köpək balığı özünün qayığın quyruğuna getirib həmləyə keçdi. Qoca onun cəhənnəm qapısı kimi geniş açılmış ağzını, dəhşət saçan gözlərini gördü. Köpək balığı nəhəng balığın quyruğunun iri bir parça qopardı. 6 sənə, 3 sənəyə deyəndə dişləri elə şaqqıldadı ki, qoca diksindi. Köpək balığının əvvəl başı, sonra beli sudan çıxdı. Yırtıcı ikinci həmləyə keçdi. Dişlərinin şaqqıltısı yenə eşidildi. Qoca o dəqiqə nizəni onun təpəsinə, gözlərini birləşdən xətlə burnunun başına qalxan xəttin kəsişdiyi yerə sapladı. Sonra qoca deməli öz-öz deyir, qoca dilib eybəcərləşmiş balığa daha baxa bilmirdi. Köpək balığı nəhəng balıqdan bir parça qoparanda qocaya elə gəlmiş ki, yırtıcı onun özünün ətini yeyir. Balığıma göz dikəni, bax, belə öldürərəm, qoca qürrələndi. Ömründə bir dəfədir belə işə düşər, askerim doğdu. Bu yaşa çatanacan çoxunu görmüşəm, amma belə nəhəngi qarşıma çıxmayıb. İşim çox yaxşı gedirdi. Heyf, söz yox, bu gediş uzun sürə bilməzdi. Bütün bunların yuxu olmasını elə istərdim ki, kaş mən bu azman balığı tutmamış olaydım. Kaş indi çarpayının üstündə qəzet salıb uzanmış olaydım. Amma bunları öz-özünə demiş olsa da, bu qoca çox iradəli adam, çox güclü adamdır. Bərdlərindən özü üçün nə deyir? Deyir, insan övladı məğlubiyyət üçün yaranmayıb. Onu məhv etmək olar, məğlub etmək olmaz. Düzdür, bizim əsərin təhlilində bu qocanı məğlub edilməz hesab edirik. O ruhən bəli, məğlub edilməz bir adam idi, amma qoca məğlub olur. Qoca bir də ayılır, görür ki, birinci köpək balığını uzaqlaşdırmış olsa da, zaten köpək balığı həm də doyub getmiş olur, aslında deyim. Sonra növbəti köpək balıqları gəlir.
və nəhayətdə qoca düzdür köpək balıqlarından döyüşür. Vurduğunu, öldürmək istədiyini, zədələdiyini zədələyir, amma köpək balıqları çox qocanın bütün balığını baş əyər yeyirlər. Balığının bircə skeleti qalır. Toppuzu da yoxa çıxır, nizə də yoxa çıxıbdır. Hətta qayığı idarə edən deməli ki, bu baxaq görək nə idi. Deyir ki, qoy hissəsini. Deyir, qoca sükanı, hətta sükanı, balığın qayığı idarə edən sükanı da çıxarıb onunla son deyək ki, köpək balığına da zərbələr indirir, onu da yaralayır. Onlar ölürlər, ölmürlər, bilmirəm, amma bildiyim odur ki, çox böyük zədələr yetirir balıqlara, amma balıqlar o vaxt tərk edib gedir ki, artıq heç nə qalmır. Hətta gecəni yatır, səhər durur görür ki, bir dəstə balıq da gəlib artıq bu sürsümüyün üstündə qalanları yeyir. Deyir, qoca tam məğlub olmuş. Qoca deyir, artıq tamam əzilib məğlub edildiyini anladı. Burada qocada burada hələ qocanın sağ-salamat gəlməsi məsələsi özü bir qalibiyyət idi, burasını deyil. Yəni 3 gün çöldə olasan, kilometrlərlə, neçə kilometrlərlə məsafəni yenidən üzüb, qayıdıb gələ biləsən və sağ qayıdıb gələ biləsən. Özünə iş açasan, qayığından çox yekə bir balıq ovlayasan və bu həm də elə necə deyərlər, bu qocanın bir səhvi idi. O anlamalı ki, okeanın ortasında bu boyda bir balığı yaralayanda bura köpək balıqları gələcək bunun qan qoxusuna. Burada məhz belə deyək, qocanın sağ-salamat qayıdıb gələ bilməsi, yolunu itirməməsi, huşsuz vəziyyətə düşməməsi, qayğını idarə eləyib sahilə gələ bilməsi özü bir qəhrəmanlıq idi. Biz son hissəsinə bir şey oxuyum sizə. Deyir ki, qoca balıqçı qayığın isti axına girdiyini duydu. Sahil boyu uzanan qəsəbələrin silahları lap yaxın görünürdü. O harda olduğunu bilirdi. Bilirdi ki, birazdan evə çatacaq. Bir səhər tezdən oğlan çomaya baş çəkməyə gəldi. Qapıdan boylanıb baxanda qocanın yatdığını gördü. Çünki qoca artıq düşkünlüyü yox idi. Hamı yəqin ki, belə fikirləşirdi ki, artıq bu qoca dənizdə batıb gedir. O qocanın rahat nəfəs aldığını görəndə rahatlandı. Balıqçılar sahildə qocanın qayığını araya alıb, qayığa bağlı nəhəng balıq skeletinin tamaşasına durmuşdular. Bir balıqçı çırbanıb suya girmişdi. Əlindəki iplə balığın boynunu ölçür. Deməli, dəyərli abituriyentlər, mən sizin gözünüzün qarşısında bu qocanın bilmirəm nə dərəcədə obrazını yarada bildim. Qoca təbiət sevər, təbiətlə barışıq şəkildə yaşayan, anlayışlı, insanları sevən, insanlara hörmət edən, pozitiv ruhlu, cəsur, qorxmaz, dəyanətli, iradəli bir kiçik insan obrazı. Yəni, kiçik insan nə mənada? Yəni, həyatda ancaq ömrünü, gününü balıq ovlamaqdan keçirmiş adi bir insan. Zəhmətkeş bir insan obrazıdır. Hemingway'nin böyüklüyü oradadır ki, bir həyatda böyük ambisiyaları olmayan, böyük işlər görməmiş bir insanın bu povestdə daxili aləmini, iradəsini, xarakterini canlandıra bilib. Hətta o balaca uşağın Manalinin də necə deyək ki, qədir bilən, hörmətkar, sevgi dolu, təbii. Məsələn, ona deyir ki, yoxsa sardinyaları deyir, ovlamaq üçün yemi oğurlamısan. Deyir, yox, oğurlamamışam, pulumdan almışam. Amma imkan olsa elə oğurlayar. Yəni, çox təbii obrazlar yaradır. Hətta belə deyək, qocanı araya qoyan adamların, Ghost Street'dəki balıqçıların davranışı, onların belə deyək, uğurluq eləyəndə yemələri, içmələri, şənlənmələri çox təbii şəkildə Kuba həyatını canlandıran bir əsər. Əsər dediyimiz kimi qısa ixtisarla verilib povest janrındadır. Və əsərlə bağlı bilmirəm, daha nəyi xatırlatmaq lazımdır. Əsəri oxumaq, dəfən-dəfən oxumaq lazımdır. Çünki əsərdə xırda faktlar var. Test tapşırıqlarını tərtib edəndə o xırda faktlardan çox çətin testlər düzəltmək mümkün olur.
Diqqətinizə görə təşəkkür edirəm. Əgər sizə bir faydam toxunduysa, mənim üçün nə mutlu.